Əhməd Cavadın ingilislərə meydan oxuyan şeirinin olduğunu bilirdinizmi? Və bu şeiri yazmağa hansı tarixi hadisə səbəb olmuşdu? Saray deyil, haray şairi idi Əhməd Cavad. Xalqının və vətəninin harayını şeirlə tarixin yaddaşına həkk etmişdi. Üç rəngli bayrağımızın uca dirəyi təkcə qırmızı şeytanın gözünə batmırdı. O eyni zamanda İngilis işğal qüvvələrinin də gözünü narahat edirdi. Birinci Dünya müharibəsi sona çatdı. Qalib dövlətlər öz paylarına düşəni böyük iştahla aldılar. Orta Asiya və Cənubi Qafqaz da İngilislərin payına düşdü. Azərbaycan dövlət adamlarının qabiliyyəti sayəsində İngilislər zorakılıqla girmək istədiyi torpaqlara müəyyən şərtlər daxilində gəldilər. İranda olan İngilis ordusunun generalı Thomson